Hər kəsə salamlar. Mən Kamil Məsumov. Bu gün sizə 5 may 2025-ci ildə keçirilmiş qəbul imtahanının bütün riyaziyyat suallarını verəcəm. Baxaq ilk suala. Limit en yaxınlaşır sonsuzluğa. Kök altında 49n qeyd edirəm. Deməli 49n plus bunu da ayrı-ayrı qüvvətdə yazsaq, yəni yazılmaq olar ki, onun qüvvətində 2-də 1 vurulsun n'in qüvvətində 2-də 1. Bu ifadə ilə bu ifadə tam-tamına eynidir. Bölünsün 16n. Sonsuzluq qaydasına əsasən dərəcələr bərabərsə limit əmsalar nisbətinə bərabər. Yəni sürətdə burada fikir versin, dərəcə ən böyük dərəcə 1-dir, burada 2-də 1. Təbii ən böyük 1-dir. Burada da ən böyük 1-dir. Və ən böyük dərəcələr bərabər oldu. Və limitimiz sonsuzluq qaydasına əsasən sadəcə əmsallara nisbəti. Yəni olacaq o zaman kök altında 49 bölünsün 16. Bu da bərabərdir. 7 bölünsün 4. Düzgün cavab D variantı. Öncə bir üstüzaq çəkək. Adlanıram A, B, C. AB 5, BC 12. B bucağı 90 dərəcədən kiçik qeyd edirəm. Bu da tutaq ki, x olsun. AC tərəfin ala biləcəyi tam qiymətlərin sayını tapın. Deməli, bu 90 dərəcədən kiçik olduğu üçün həmin bucağın qarşısındakı tərəf, yəni x, digər iki tərəfin kök altına kvadratlar cəmindən kiçik olmalıdır. Yəni 5-in kvadratı plus 12-nin kvadratından kiçik olmalıdır. Və həmən digər iki tərəfin fərqinin modundan böyük olmalıdır. 12 çıxılsın 5, yəni 7-dən də böyük olmalıdır. Buradan alaram 7 kiçikdir x-dən, o da kiçikdir. Kökün altında 25 plus 144. Kökün altında oldu 169, kök çıxar 13. 7 ilə 13-ün arasında hansı tam ədədlər var? Yazıram x bərabərdir. 8, 9, 10, 11 və 12. Şərtdə müxtəlif tərəfli dediyi üçün x-ə 12 yazsam, bərabər yanlış bucaq olacaq. O zaman x 12 ola bilmir. Yəni 12 ola bilmədiyi üçün x-in ala biləcəyi tam qiymətlərin sayı 4 dənədir. Düzgün cavab B variantı. Öncə kubu yenidən çəkək. Deməli, şərtdə verib ki, kubun həcmi 729-dur. Kubun həcmi də A kubu üstü hesablanır. Yəni yazıram o zaman A-nın kubu bərabərdir 729. Buradan tapıram A bərabər 9. Deməli, kubun tilləri 9-dur. Qeyd edirəm 9, 9. Və kubdan tili AB 4, AC 7 olan diabesi piramidası kəsilmişdir. Kubun qalan hissəsinin həcmini tapaq. Həmən piramidanı da fərqli bir rənglə iştiqləyək. Yəni bu hissə kəsilib götürülübdür. Geriyə qalan fiqurun bizdən həcmini soruşur. Aydın məsələdir. Həmin piramidanın təpə nöqtəsi D nöqtəsidir. CAB üçbucaqda onun oturacağı. Ümumiyyətlə, kubun hər bir üzü kvadrat olduğundan CAD bucağı, bunu da qeyd edəcəm, və DAB bucağı və bucaq CAB 90 dərəcədir. Üçbucaqlı piramidanın tilləri cüt-cüt qarşı perpendikularsa, onun həcmi V bərabərdir 6'da 1 vurulsun həmin parçaların hasilinə. Yəni 4 vurulsun 7 vurulsun 9. Yazıram. 4 vurulsun 7 vurulsun 9. Bu da bərabərdir. 6 ilə 4'ü ixtisar etdim. Burada qaldı 2, burada 3. 3 ilə 9 getdi. Burada qaldı əslində 3. 2 vurulsun 6, 6 da 7 oldu əslində 42. Deməli, həmin piramidanın həcmini tapdım 42. Kubun həcmindən, yəni bütöv tamamından 729'dan biz əslində piramidanın həcmini, yəni 42'ni çıxsaq, geriyə qalan fiqurun həcmini verəcək. Bu da bərabərdir 687. Yəni düzgün cavab Y variantı. Sinus x -1, 1 aralığında qiymətlər alır. Qeyd edirəm -1, bu da olsun 1. Sinus x-in əvəzinə bir dəfə 1, bir dəfə də -1 yazmamız kifayətdir. 9'un qüvvətinə -1 bərabərdir 1 bölünsün 9. 9'un qüvvətində yenə bu dəfə 1 yerinə yazacağım, yəni 9. O zaman bu funksiyanın qiymətlər obası 9'da 1 parça, 9 parça. Yəni düzgün cavab D variantı. Funksiyanın artma oranını tapmaq üçün törəmə böyükdür bərabər 0 yazmamız kifayətdir. X kvadratın törəməsi olacaq 2x. Mənfi 2x'in törəməsi -2. Sabitin törəməsi 0 yazmayacaq. Böyükdür bərabərdir 0. Buradan tapıram 2x böyükdür bərabərdir 2-dən. X böyükdür bərabərdir 1-dən. Yəni 1'ə bərabər və ondan böyük. Yəni düzgün cavab Y variantı. Perimetri 20 metr olan bərabəryan trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Trapesiyanın yan tərəfini tapaq. Öncə trapesiya çəkək. Yan tərəfi qeyd edirəm x. Oturacağım biri olsun A, digər B.
Orta xətt, yəni A plus B bölünsün 2. Şərtdə verib yan tərəfə bərabər. Yəni x-ə bərabərdir. O zaman tapıram A plus B bərabərdir 2 vur x, yəni 2x. Perimetr 20-dir. Yəni bütün tərəflərin cəmi. O zaman bütün tərəflərin cəmi olacaq x plus x, yəni 2x. Plus A plus B. A plus B cəmdə 2x tapmışam. Olacaq o zaman 2x bərabərdir 20-yə. 4x bərabərdir 20. X bərabərdir 20 bölü 4, yəni 5-ə. Düzgün cavab C variantı. Məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizi təşkil edir? 200 oğlan, 300 qız. Deməli 500 nəfər iştirakçı var. Oğlanlar, yəni 200. 500 neçə faizdir? 200 bölünsün 500 vurulsun 100 faizdir. Buradan 2-0 gedər. 200 bölünsün 5, yəni 40 faizdir. Düzgün cavab A variantı. Sinus x bərabərdir. Mənfi cosinus x-i sağa keçirsəm olacaq müsbət cosinus x. Hər tərəf bölək cosinus x-i. Bölünsün cosinus x. Təbii cosinus x fərqlidir, 0 şərti daxildir. Buradan alıram. Tangens x bərabərdir 1. Tangens x bərabərdir 1-in həli nədir? X bərabərdir pi bölü 4 plus pi k. Yəni düzgün cavab C variantı. A və B-nin hansı qiymətlərində çox hədisin qüvvəti 5-ə bərabər olar? Diqqət etirin, burada dərəcə 8 var və dərəcə 6 var. Bunlar bir-birinin əksi olmalıdır ki, islah geçsin, dərəcə düşsün 5-ə. O zaman 3 bərabər olmalıdır. Mənfi A-nın əksi, yəni A-ya. O zaman belə çıxır ki, A 3-dür. B bərabər olmalıdır. 2-nin əksi mənfi 2. O zaman cavab tapdıq. A 3, B mənfi 2. Düzgün cavab D variantı. Gəlin bu ifadəni müxtəsərə uyğun parçalayaq. Yazmaq olar ki, x-in kvadratı çıxılsın 2xy, çıxılsın 4xy, plus y-in kvadratı bərabərdir mənfi 47. Bu üç altdan xətt çəkdiklərim x çıx y-in mörtəzə kvadratının açılışıdır. Çıxılsın 4xy bərabərdir mənfi 47. X çıx y şərtdə 1 verir. O zaman 1-in kvadratı 1. Çıxılsın 4xy bərabərdir mənfi 47. Mənfi 4xy bərabərdir. Mənfi 47 çıx 1, yəni mənfi 48. Xy bərabərdir. Mənfi 48 bölünsün mənfi 4, yəni müsbət 12-yə. Düzgün cavab C variantı. Müstəvidən 8 desimetr məsafədə olan nöqtədə müstəviyə uzunluğu 16 desimetr olan may çəkilmişdir. Yəni BC məsafəsi 8-dir, AB malin uzunluğu da 16-dır. Və bizdən soruşur perpendikülərin, yəni BC-nin may üzərindəki proyeksiyasını tapın. BC-nin may üzərindəki proyeksiyası DB parçasıdır. Yəni bu parçanın soruşasında bizdə. Biz asanlıqla görürük ki, hipotenuz 16, katet 8. O zaman A bucağı 30 dərəcə. Çünki 30 dərəcə bucaq qarşısındakı katet hipotenuz yarısına bərabər. A bucağı 30 dərəcədirsə, B bucağı olmalıdır 60 dərəcə. O zaman bu bucaqda olacaq əslində 30 dərəcə. Bu da bir düz bucaqlı üç bucaqdır. Və 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər. DBC üç bucağı üçün hipotenuz BC-dir. O zaman DC məsafəsi BC-nin yarısı, yəni 8 bölünsün 2 olacaq o zaman 4. Düzgün cavab A variantı. Oyunçuların nəticəsi və eyni nəticə göstərən oyunçuların sayı cədvəldə verilmişdir. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapın. İlk öncə nəticələri artan sıra ilə düzmək lazımdır. 2 nəfər 125 xal yığıb. Yazıram 125 125. 4 nəfər 130 xal yığıb. Yazıram 130 130 130 130. 2 nəfər 135. Yazıram 135 135. 1 nəfər 140. Yazıram 140. 3 nəfər 145. 145 145 145 və hər 2 nəfər 150. Yazıram 150 və 150. Qeyd etdik. Moda ən çox təkrarlanandır. Ən çox təkrarlanan da 130-dur. Deməli modamız 130-dur. Yazıram moda bərabərdir 130-dur. Bunu tapdıq. İndi bizə median lazımdır. Oyunçuların sayını tapaq öncə. 2 plus 3 plus 1 plus 2 plus 4 plus 2. Yəni 14 nəfər. 14 nəfər oyunçu var. Əslində median əgər rəqəmlərin sayı cütdürsə, ortadakı 2 dənə ədədin cəminin yarısı olacaq. Ortadakı 2 ədəd hansıdır əslində? 6 sağa 6 soldan ayırsaq sayıram. 1, 2, 3, 4, 5, 6.
6 dənə də əslində sağdan silsəm 1, 2, 3, 4, 5, 6. Orta 2 dənə ədəd qaldı. Hansı ədədlərdir? 135, 135. Bu ikisinin cəminin yarısı bizə medianı verəcək. Yazıram 135 plus 135 bölünsün 2. Bərabərdir 135. Deməli o zaman median 135'dir. Bizdən də median ilə modanın fərqini soruşur. Yəni 135 çıxılsın 130 bərabərdir 5. Düzgün cavab, yəni Y variantı. Kompleks ədədlərinin hasilini tapalım. Yazıram 3 plus 2'də 1 i vurulsun 2 çıxılsın 3'də 1 i bərabərdir. Çoxəddi şəklində vurub atsaq, yaza bilərik ki 3 vur 2, yəni 6. 3 vur 3'də 1 i, yəni i. 2'də 1 ini də öncə 2'yə, sonra 3'də 1 i'yə vurmaq lazımdır. 2'də 1 i vurulsun 2, yəni olacaq müsbət sadəcə i. 2'lər ixtisar getdi. 2'də 1 vur 3'də 1, yəni çıxılsın 6'da 1, ini də i'yə vursam i'nin kvadratı, yəni mənfi 1. Bu da bərabərdir. Mənfi i, müsbət i, buradan silah getdi. Qaldı 6. Mənfi 6'da 1'i mənfi 1'ə vursam müsbət 6'da 1. 6 plus 6'da 1, yəni 6 vur 6, 36 plus 1, 37. Yəni düzgün cavab o zaman 6'da 37. A və B nöqtələri koordinat başlanğıcı nəzərən simmetrik olarsa A və B-ni tapın. Koordinat başlanğıcı nəzərən simmetriyada hər ikisinin işarəsi dəyişəcək. A öncə nə imiş ki, işarəsi dəyişik olub müsbət 2. Deməli A mənfi 2 imiş ki, işarəsi dəyişik olub müsbət 2. 3 işarəsi dəyişəcək olacaq mənfi 3. Deməli buradan görünür ki, A bərabərdir mənfi 2, B bərabərdir mənfi 3. Yəni düzgün cavab D variantı. Paleogramın hündürlükləri 6 kök 3 və 8. Öncə paleogram çəkək. Adlandıram A, B, C, D. Və hündürlükləri çəkirəm. Bu hündürlüyün biridir. Bu da növbəti hündürlük. Qeyd edirəm. Və bunlar arasından qalan bucaq 60 dərəcə. Paleogramda kör bucaq təpəsini çəkmiş hündürlüklər arasından qalan bucaq elə 12 bucağına bərabər. Yana bucaqda 60 dərəcə. Niyəsini soruşa bilərsiniz. Əslində bura 90 dərəcədir, bura 90 dərəcədir. Gördüyümüz H1B, H2, D1 4 bucaqlıdır. 4 bucaqlının daxil bucaqların cəmisi 60 dərəcədir. 90 dərəcə, 90 dərəcə. Edir əslində isə 180. Məcbur bu bucaqla bu bucağın cəmi də 180 olmalıdır. Bura 120. Bu 120 olduğundan A bucağı 60 dərəcədir. Amma bundan sonra bu qədər geniş yazmağa ehtiyac yoxdur. Paleogramda kör bucaq təpəsini çəkmiş hündürlüklər arasında qalan bucaq birbaşa 12 bucağına bərabər. Paleogram hündürlükləri 6 kök 3 və 8 vermişdir. O zaman hündürlüyün birini qeyd edirəm. 8, digərdə 6 kök 3 üst. Və bizə sahə lazım. Deməli, öncə fikir verin, bura 60 dərəcəsi, bu bucaq neçə olacaq? 30 dərəcə. 60 dərəcə bucaq qarşısına kat et 8, 30'un qarşısı olacaq o zaman 8 bölünsün kök 3. Və 30 dərəcə bucaq qarşısına kat et, hipotenuzun yarısına bərabər olduğundan AB parçası olacaq 8 bölünsün kök 3 vurulsun 2, yəni 16 bölünsün kök 3. Digər tərəfdən A bucağının C bucağı paleogramın qarşı bucaqlardır və bir-birinə bərabərdir. Bu da 60 dərəcə. O zaman bu bucaq 30'dur. Və biz fikir verək 60 dərəcə bucaq qarşısına kat et nə qədərdir? 6 kök 3. O zaman 30 dərəcə bucaq qarşısına kat et tapanda 60 dərəcə bucaq qarşısına kat eti kök 3'ə bölmək lazım. Yəni 6 kök 3 bölünsün kök 3 olacaq 6. 30 dərəcə bucaq qarşısına kat et hipotenuzun yarısına bərabər olduğundan o zaman B'si olacaq 6 vur 2, yəni 12. Bizə paleogram sahəsi lazım. Paleogram sahəsi nədirsə A vur B vursun sinüs alfa. B'si 12 olduğundan A, D parçasının bütün uzunluğu olacaq 12. O zaman sahəni yazsaq S bərabərdir. A, yəni nə? 16 bölünsün kök 3. Vurulsun B, yəni 12. Vurulsun sinus alfa. Alfamız əslində 60 dərəcə. Bu da yenidən bərabərdir. 16 bölünsün kök 3. Vurulsun 12. Vurulsun sinus 60 kos 30. Kök 3 bölünsün 2'yə bərabər. Bu ikisi buradan ixtisar getdi. 2 ilə 12 ixtisar getdi. Burada necə qaldı əslində? 6. 16 vur 6, yəni 96 oldu doğru cavab. Kürənin həcmi V bərabərdir 3/4 pi r kubud üstü hesablanır. O zaman həcm radiusdan kubik asılıdır. Radius 5 dəfə artarsa həcm 5'in kubu, yəni 125 dəfə artar. Düzgün cavab D variantı. Kvadrat hər zaman müsbət və ya 0. Modul da hər zaman müsbət və ya 0. Toplayıb 0 almışamsa, burada bizə hal var. Hər ikisi 0'a bərabər olmalı. Yəni, x'in kvadratı plus 2 çıxılsın 6 bərabərdir 0.
x kvadratı plus 4x plus 3 bərabərdir 0. Toplayanda mənfi 1, buranda mənfi 3 hansı ədədlərdir? Yazıram x1 bərabərdir, x2 bərabərdir. Bu da mənfi 3 ilə müsbət 2-dir. Toplasam mənfi 1, əks işarə ikinci əmsal, hasil sərbəsət yerində. Toplayanda mənfi 4, vuranda müsbət 3 hansı ədədlərdir? Bu da əslində mənfi 1 ilə mənfi 3 toplasam mənfi 4, əks işarə ikinci əmsal, hasil sərbəsət. Amma hər ikisi eyni zamanda sıfıra çevrilməlidir. Hər ikisini eyni zamanda sıfıra çevirən kök mənfi 3'dür. Yəni düzgün cavab C variantı. 3A plus B vektorunun uzunluğu 17'ye bərabərdir. Öncə 3A plus B vektorunun komponentlərini tapalım. 3A'nı tapmaq üçün A vektorunun komponentlərini 3'a vurmaq lazım. 3'a vursam 5 vur 3, yəni 15. K'nı 3'a vursam 3K. Mənfi 2'ni 3'a vursam mənfi 6. Bu oldu 3A vektoru. Plus B. B vektorunun komponentləri də olduğu kimi yazacağım. 2, 15 və 6. Və uyğun komponentləri toplasaq 15 plus 2, yəni 17. 3K plus 15 qeyd edirəm. Və mənfi 6 və müsbət 6 toplasam neçə olacaq? 0. Vektorun uzunluğu kök altındakı kvadratları cəmlə bərabər. Yəni o zaman olacaq kök altında 17'nin kvadratı plus 3K plus 15'in kvadratı plus 0'ın kvadratı yazmağa ehtiyac yox. Bərabərdir 17. Hər tərəf kvadrat hissəsi alır əslində 17'nin kvadratı plus 3K plus 15'in mörtəzə kvadratı bərabər 17'nin kvadratı. Bu ikisi buradan silah gedir. Nə almış olur əslində? 3K plus 15'in kvadratı bərabərdir 0. Nəyin kvadratı 0 edir? O zaman 0. 3K plus 15 o zaman bərabər olmalıdır 0'a. 3K bərabərdir mənfi 15'ə. K'nın özü bərabərdir mənfi 15 bölü 3. Yəni mənfi 5'ə. Doğru cavab D variantı. B parametrinin hansı qiymətində bərabərsizliklər sisteminin yeganə həlli var? X burada bu ifadəyə bərabər və ondan böyükdür. Burada isə bu ifadəyə bərabər və ondan kiçikdir. Yeganə həll olması üçün bu ifadələr bir-birinə bərabər olmalıdır. Yəni 2B'nin kvadratı çıx 3B plus 7 bərabər olmalıdır. B'nin kvadratı plus 5B çıxılsın 9. 2B kvadratından B kvadratı çıxanda olacaq B'nin kvadratı. Mənfi 3B 5B'nin sola keçirəndə o da mənfi olacaq. Mənfi 3, mənfi 5, yəni mənfi 8B. 7 mənfi 9'u sola keçirəndə müsbət olacaq. 7 plus 9, yəni 16 bərabərdir 0. Bu da B çıx 4'ün mörtəzə kvadratının açılışıdır. Nəyin kvadratı 0'a bərabərdir? 0'ın. O zaman B çıx 4 bərabərdir 0. B'nin o zaman 4 olmalıdır. Yəni düzgün cavab B variantı. 7 rəqəmli ədədinin rəqəmlərinin yerini dəyişmək üçün 6 rəqəmli başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? Qeyd edirəm. 1, 2, 3, 4, 5, 6, 7. 6 rəqəmlə başlayan. Mənim cəmi bir 6'm var. O zaman bizdə nə hal mümkün? 6'nı seçdim. Geri neçə halım qaldı o zaman? 7 rəqəmlidir. Birini seçdim, o zaman 6 rəqəm qaldı. 6 dənə rəqəmlərin hər hansı birini bura seçə bilərəm. 6 hal mümkün. Tutaq ki, birini də seçdim. Birini də seçdikdən sonra növbəti yer əslində 5 dənə hal mümkün qaldı. Birini də seçdim. O zaman 4 dənə hal qaldı. Eyni qaydada davam edəcək. 3 vurulsun 2 vurulsun 1. Yəni bu da əslində 1-dən 6 kimi hasilidir. 6 faktorial demək. 6 faktorial da əslində 720. Amma burada 3 dənə 7 var, 2 dənə 5 var. Həmin o 5'ləri və yaxud 7'lərin yerini dəyişəndə ədəd eyni ədəd olduğundan fərq etmədiyinə o təkrarı aradan qaldırmaq üçün 3 dənə 7'nin öz arasında yer dəyişməsi 3 faktorial, 2 dənə 5'in öz arasında yer dəyişməsi 2 faktorial böləcəm ki, o təkrarlar aradan qalsın. Yəni 720 bölünsün 3 faktorial 6, 2 faktorial 2. Bu da bərabərdir. 720 bölünsün 2 vur 6, 12. 720'də 12 bölsəm 60. Yəni doğru cavab B variantı. AB qövsü 12K qeyd edirəm. BC qövsü 8K. CD qövsü 2K və DA qövsü 3K. CV 360 dərəcə olduğunda tamamı 360 olmalı. Yəni yazmalıyım 12K plus 8K plus 2K plus 3K bərabər 360 dərəcə. Buradan taparam əslində 12 plus 8 20 plus 2 22 plus 3 25. 25K bərabərdir 360. O zaman K'nın özü bərabərdir 360 bölünsün 25. Və bizdən A, Y, B bucağını soruşur.
İki kəsən arasında qalan bucaq gərdi göstərən fərqinin yarısına bərabərdir. Yəni bucaq A, Y, B bərabərdir. Gərdi görsün biri 12K'dır, bir də 2K'dır. Fərqinin yarısı, yəni yazacağım 12K. Çıxılsın 2K bölünsün 2. Bu da bərabərdir. 12 çıx 2, 10 yarıya bölsəm 5. Yəni 5K. Bizdən əslində 5K'nı soruşur. O zaman 5 vurulsun. K'nı da tapmışam nə? 360 dərəcə bölünsün 25. Buradan 5 ilə 25 xərcəti qaldı 5. 360'ı da 5'e bölsəm 72 dərəcə. Doğru cavab 72. M-in hansı ənkisi tam qiymətində? Parabolasının təpə nöqtəsi birinci nöqtədə yerləşir. Parabolun təpə nöqtəsi nədir əslində? Yazıram. Parabolun təpə nöqtəsi mənfi B bölünsün 2A və mənfi B-nin kvadratı çıx 4AC bölünsün 4A. Bu nöqtələr parabolun təpə nöqtəsidir. Birinci nöqtə yerləşirsə, hər ikisi bunun müsbət olmalıdır. Yəni yazıram, mənfi B. B-miz də bizdə 2 vurulsun, M çıxılsın 5'dir. Bölünsün 2 vur A. A da aslında 1 yazılmaz, vurulsun 1. Müsbət olmalıdır. İkinci N'imiz, yəni mənfi B-nin kvadratı. 2 vurulsun M çıx 5'in kvadratı olacaq. 4 vurulsun M çıx 5'in mörtəzə kvadratı. Çıx 4 AC. A'mız 1 yazmıram, vursun C'miz də M kvadratı. Bölünsün 4 vurulsun A. Yəni 4 vur 1 yazmadım yenə. Böyükdür 0. Birinci bərabərliyi həll edək. Bu 2 ilə 2 qısac et. Hər tərəf mənfi vurmuş olsam, bərabərliyin işarəsi hökmən dəyişəcək. Yəni almış olalım o zaman nə? M çıxılsın 5 kiçikdir 0. O zaman A vəməsində M kiçikdir 5'dir. Bu birinci bərabərliyimizin həlli. İkinci bərabərlikdə hər tərəf mənfi 4'ə vursam, olacaq əslində nə? 4 vurulsun. M çıx 5'in mörtəzə kvadratı. Çıxılsın 4M kvadrat. Hər tərəf mənfi 4'ə vurduğum üçün bərabərlik işarəsi hökmən dəyişir. Kiçik 0 şəklinə gələcək. Hər tərəf 4'ə də böldüm. O zaman nə almış oldum əslində? M çıx 5'in kvadratı, çıx M kvadratı. Bu da müxtəsərdir. Bir dəfə cəm, bir də fərq. Yəni yazmaq olar əslində. M çıx 5, çıxılsın M. Vurulsun M çıx 5 plus M. Kiçikdir 0. Buradan M'lər ixtisar getdi. Nə almış oldum əslində? Mənfi 5 vurulsun. M plus M. Əslində almış oldum. 2M çıxılsın 5. Əslində kiçikdir 0. Buradan alıram. Hər tərəf mənfi 5'ə böldüyüm üçün 2M çıx 5 böyükdür 0. Yəni alıram M böyükdür. 5 bölünsün 2, 2,5'dir. Deməli M 2,5'dən böyük və burada da almışam 5'dən kiçik olmalıdır. Bizə nə soruşur əslində? Deməli, M-in ən kiçik tam qiymətində 2,5 ilə 5 arasında ən kiçik tam ədəd neçədir? 3'dür. Düzgün cavab 3. Kök altında 6'ın əvəzinə yazmaq olar ki, 3 vurulsun 2. Kosinus 25 dərəcə vurulsun. Kosinus 65 dərəcənin əvəzinə yazmaq olar ki, kosinus 90 dərəcə çıxılsın 25 dərəcə. 90 dərəcədə ad dəyişir, olacaq o zaman sinus 25 dərəcə. 90 dərəcə çıx dediyim üçün birinci rübə düşür. Birinci rübdə kosin işarəsi müsbət, yəni işarəsi olduğu üçün qalacaq. Kosinus 40 dərəcənin əvəzinə düşmək olar kosinus 90 dərəcə çıxılsın 50 dərəcə. 90 dərəcədə ad dəyişəcək, yəni olacaq sinus 50 dərəcə. 90 çıx yenə birinci rübə düşür, birinci rübdə kosin işarəsi müsbət, yəni işarə olduğu üçün qalacaq. Plus 1 vurulsun, 3 vurulsun, kök altda 3 çıxılsın 1. Bu da yenidən bərabərdir. Bu 3'ü diqqət etirin, nəyin düsturdasında? 2 sinus alfa kosinus alfa. Sinus alfanın düsturdur. Yəni yenidən yazmaq olar ki, kökün altında 3 vurulsun. Dedik bu 3 əslində sinus alfanın düsturunu verir. Yəni sinus 25 dərəcə vurulsun ki, olacaq sinus 50 dərəcə. Bölünsün sinus 50 dərəcə. Plus 1 vurulsun 3, vurulsun kök altda 3, çıxılsın 1. Bu da yenidən bərabərdir. Sinus 50 dərəcə, sinus 50 dərəcə yerindəcə qısa get. Burada nə qalır aslında? Kök altda 3 plus 1. Vurulsun 3, vurulsun kök altda 3, çıxılsın 1. Bu da yenidən bərabərdir. Bu ifadənin bu ifadə müxtəsər dərsində, yəni bir dəfə cəm, bir də fərqi A kvadratı çıx B kvadratı düsturudur. Köküsün kvadratı oldu 3, 1'in kvadratı 1, vurulsun buradakı 3. Qeydirim o zaman, bu da bərabərdir. 3 çıx 1, 2, 2 vur 3, 6. Yəni düzgün cavab 6. 1 bölü x'in integralı ln mod x'dir. İntegral sərhədlərini qeydirəm 3'dən a'ya bərabərdir. Ln bu 3'ü də 2'nin qüvvətinə yazmaq olar. Yəni 2'nin kubu.
Yenidən üst sərhədi yerinə yazsaq x-in əvəzinə, o zaman nə olacaq? ln a çıxırsa. X-in əvəzinə a sərhədi yazsaq, ln 3 bərabərdir. ln 2-nin kubu 8. Buradan bərabərdir. ln a, ln 8, mənfi ln 3-ü sağa keçsəm, plus ln neçə olacaq aslında 3. ln a bərabərdir. ln 8 vur 3, 24. O zaman a bərabərdir 24. Düzgün cavab 24. Uyğun tərəflər paralel olacaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcədir. 2-nin 3 nisbətində verdiyindən bunlar bir-birinə bərabər ola bilməz, cəmi 180 dərəcədir. O zaman yazıram 2k plus 3k bərabərdir 180 dərəcə. Buradan alıram 5k bərabərdir 180 dərəcə. K'nın özü bərabərdir 180 bölü 5, 36 dərəcə. Alfamız 2k'dır. Yəni o zaman alfa bucağı bərabərdir. 2 vurulsun 36 dərəcə. Bu da bərabər 72 dərəcə. Betamız bərabərdir 3k, yəni 3 vurulsun 36. Bu da bərabər 108 dərəcə. Deməli, bucaqların fərqi olacaq o zaman 108 çıxılsın 72, 36 dərəcə. 1'ə uyğun gəlir o zaman B variantı. Bucaqlardan kiçiyi təbii 72'dir, böyüyü də 108'dir. Elə bir cavabımız da əslində yoxdur. Keçək o zaman ikinciyə. Gedirəm ikinci. Bu dəfə 5'in 4'ə nisbətində verir. O zaman yazıram 5k plus 4k bərabərdir 180 dərəcə. 9k bərabərdir 180 dərəcə. K bərabərdir 20 dərəcə. Buradan yazıram alfa bərabər 5k. Yəni 5 vurulsun 20 olacaq 100 dərəcə. Beta bərabər 4k. 4 vurulsun 20 yəni 80 dərəcə. Bucaqlardan kiçiyi 80'dir. 2'yə uyğun gəlir. Bucaqların fərqi 20 dərəcədir. Yoxdur. O zaman keçək üçüncüsünə. Alfa bərabər 3 beta olduğundan bunlar bir-birinə bərabər ola bilməz. Cəmi 180 dərəcədir. Yəni o zaman alfa plus beta bərabər 180 dərəcə olmalıdır. Alfanın da əvəzinə 3 beta yazsam, 3 beta plus beta bərabər 180 dərəcə. 4 beta bərabər 180 dərəcə. Beta'nın özü bərabər 180 dərəcə vurulsun 4, yəni 45 dərəcə. Beta 45 ise alfanın özü bərabərdir 45 vur 3, yəni 135 dərəcə. Bucaqlardan böyüyü 135 dərəcədir, 3'ə uyğun gəldi. Bucaqların fərqi 90 dərəcədir, həm də A uyğun gəldi. Doğru cavab o zaman 1B, 2D, 3AY. Sandığın qapaq hissəsi yarım silindir. Aşağı hissəsi eni 0,6, uzunluğu 1, hündürlüyü 0,8 metr olan duzlaqlı polipiped formasındadır. Öncə həmən fiquru yenidən seçək. Həmən xətti ölçüləri qeyd edirəm. 1 metr, 0,6 metr və 0,8 metr. Bizdən 28-ci sualda sandığın həcmini soruşur. Bu sandıq nədən ibarətdir? Bir düzbucaqlı polipipeddən, bir də yarım silindirdir. Deməli, həmən o iki fiqurların həcmləri cəmi tapsan və toplasan, bu sandığın həcmini almış olacaq. O zaman qeyd edirəm V həcm bərabər. Düzbucaqlı polipipedin həcmi nəyə bərabər? 3 xətti ölçüsünün aslında. Yəni 1 vur 0,6 vurulsun 0,8. Geri qaldı yarım silindirin həcmini tapmaq. Normalda silindirin həcmi nəyə bərabərdir? V silindir bərabərdir. Pi R kvadratı vurulsun H. Bu silindirin həcmidir. Amma bizə yarım silindir lazım. Yəni yarısı lazım. Qeyd edirəm o zaman plus. P'nin şərtdə təqribi qiymətini 3 verib. 3 vurulsun radius. Fikir verin. Buradan burası 0,6'dırsa bu məsafə də 0,6 olacaq. Bu da çevrənin diametridir. O zaman radius olacaq diametrin yarısı. Yəni 0,3, 0,3. 0,3'ün kvadratı. Qeyd edirəm. Vurulsun H. Bu məsafə elə bu məsafə bərabər. Yəni 1 olacaq. Bizim üçün bir hündürlük. Niyə? Çünki bu yarım silindir fikir verin oturacaqdır. O zaman bu bir məsafə hissəsində silindir hündürlüyüdür. O zaman vurulsun 1 olacaq. Bölünsün 2 bərabərdir. 0,6 vurulsun 0,8. Yəni 0,48. Plus 0,3'ün kvadratı. Oldu əslində 0,9. 3'ə vursam neçə olacaq? 0,27 bölünsün 2. Yazıram 0,27 bölünsün 2. Bu da yenidən bərabərdir. Vergülü sildim 2 sıfır artırdım. Yenidən yazıram 0,48. Gəlin bunu onluq kəsrə çevirmək üçün hər tərəf 5'ə vuram. Vurulsun 5, vurulsun 5 yazıram. Məxrac oldu 1000. Sürət olacaq 27 vur 5. Yəni 135. Yəni o da 1000'də 135. Qeyd edirəm. 0,1000'də 135.
Bunu toplasam 5, 803, 11, bir yadda, 401, 5, bir yadda 6. Yani 0 tam 1000'də 615. Doğru cevabımız oldu. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, sandığın kütləsi 24 kiloqram olur. Yazıram bura. Tutaq ki, əşyanın bir dənəsinin çəkisi x olsun. Boş sandıq olsun y. 10 dənə eyni əşya qoyulub. O zaman onların çəkisi olacaq 10x. Və plus boş sandıq, yəni y. Birlikdə sandığın ümumi kütləsini verəcək. O da 24 kiloqram. Qeyd edirəm, 24 kiloqram. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyanın birinin kütləsindən 20% çox. Yəni x-dən 20% çox olacaq 120%. X-in 120%, yəni 1,2x. 15 eyni əşya vurulsun 15. Qoyulduqda onun kütləsi 30 kiloqram olur. Təbii plus boş sandıq y bərabərdir 30 kiloqram. Gəlin bunu hesablayaq. Deməli 1,2-ni 15-ə vursam neçə olacaq əslində? 18x plus y bərabərdir 30-a. Birinci təhlili yenidən yazıram. 10x plus y bərabərdir 24. Tərəf-tərəfə çıxsa məsələn nə almış oluram? 18 çıx 10, yəni 8x bərabərdir. 30 çıx 24, yəni 6. X tapıram o zaman 6 bölü 8, yəni 3 bölü 4. X-i tapdım. Bizdən boş sandığın kütləsini soruşur. Deməli, boş sandığın kütləsi də bizdə y-dir. Yəni y-i soruşur. 10 vurulsun x, yəni 3 bölünsün 4. Plus y bərabərdir 24'ə. Buradan tapıram y bərabərdir 24, çıxılsın. Bu 10'dan 4x getdi. Burada qaldı 5, burada 2. 3 vur 5, 15. 15'i də 2'yə bölsəm 7,5. Yəni 24 çıxılsın 7,5. O zaman y-in özü bərabərdir 16,5. Yəni düzgün cavab 16,5. Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edilir. Sandığın qapağının açılması üçün təyin edilmiş parolu rəqəmlərin müxtəlif olması hadisəsində ehtimal tapır. Deməli qeyd edirəm 1, 2, 3 və 4. Bu bizim 4 rəqəmli şifrəmiz. Birinciyə hansı halla mümkündür? Yəni birinciyə 0-dan 9'a istədiyim rəqəmi seçə bilərəm. Yəni 10 dənə hal mümkündür. İkinciyə də 0-dan 9'a istədiyim rəqəmi seçə bilərəm. 10 halda buradan mümkün. Vurulsun. Üçüncüdə də 10 hal mümkündür. Dördüncüyə də 10 hal mümkündür. Deməli bütün mümkün halların sayı nə qədər olacaq o zaman? 10 vurulsun, 10 vurulsun, 10 vurulsun. Yəni 10.000 hal mümkündür. Qeyd edirəm 10.000. İndi burada önemli məqam. 4 rəqəmli bir şifrə seçdim. Özümə bir rəqəm seçirəm. Tutaq ki, şifrəm 2785 imiş. Mən rəqəm birini yerində dəyişirəm. Tutaq ki, yazıram 7285. Bunlar eyni şifrədir, sizə sual verir. Xeyr. 2785 nə? 7285 eyni şey deyil. Yəni yer dəyişmənin əhəmiyyəti var. Mütləq şəkildə sən bunu nə ilə seçməlisən? Permutasiya ilə seçəcəksən. Bunu da anladım. Yəni 4 dənə rəqəm seçməliyəm. Bəs neçə rəqəm var? 10 rəqəmimiz var. 10 dənə rəqəmdən 4 dənəsini seçəcəm. Yazıram permutasiya 10-dan 4. Bu da oldu mənim üçün əlverişli hallar. Bu da bərabərdir. Permutasiya 10-dan 4. 4 geriyə aç. 10, 9, 8, 7. Yazıram 10.000. Və bu 0-la bu 0 getdi. 8-lə 1000x getdi. 1000-i 8-ə bölsəm neçə düşəcək? 125. Bu da bərabərdir o zaman 125'də. 7 dəfə 9 63. O zaman doğru cavabımız 125'də 63.